Xanımlar, sizə sual verirəm. Cavan 18 yaşda, 20 yaşda qadın nə vəziyyətdə idi ki, 2 addım yol gedə bilmirdi? Evindən Peyğəmbərin məscidinə nə qədər yoldur? Deyir, özü gedə bilmədi, qoluna giriblər. Arada dedi, saxlayın, oturum, nəfəsimi alım. Taqətsiz gəldi Peyğəmbərin qəbrinə. Elə ki, Peyğəmbərin qəbrini gördü, özün saldı Peyğəmbərin qəbrinin üstünə. Ya əbəta, rufiət quvvəti. Atacan, gücüm tükəndi. Atacan, düşmənlərim mənə dil yarası vururlar. Qalx gör, Əlinin salamının cavabını vermirlər. Bu ümmət belə davrandı bizlə. Atacan, qəm məni öldürür, qüssə məni öldürür. Ondan sonra deyir, xanım Zeynəb deyir, bizi topladı. Atam Əli də dizlərini qucaqlayıb oturub. Deyir, əlini duaya qaldırdı, görəsən anamız nə dua eləyəcək? Deyir, dedi ki, ilahi səni and verirəm bu məzlum Əlinin haqqına. Day apar Fatiməni, day apar Zəhranı. Necə ki lazımdır, boynuma düşən işləri gördüm. Nəyim vardı, Əliyə fəda elədim. İndi